Bəli, Nisə Kitchen. Əziz dostlar, bundan sonra Nisə Kitchen səhifəsini izləyin. Nisə gəlir, pis gəlir. Görürsünüz? Nisə Kitchen. Bu səhifəni hamı izləsin. Əziz dostlar, bundan sonra mən food blog eləyə başlayıram. Bəli, dünyanın ən gözəl, ən dadlı yeməkləri məndə. Bəli, Avropa, Şərq, Orta Asiya, bütün İtalyanski mətbəx, Fransa, hamısını. Bəli, nə edirik? Biz birinci nə pişiririk? Fısıllıq buğlaması. Bəli, bu məşhur buğlamadır. Bunu mən məşhur eləmişəm. Fısıllıq. Qızlar, yaxın gəlin. Bu buğlama elə bir buğlamadır ki, bunu sizin baldızınız yesə, bilsə ki, hətta onun içində qurcağı var. Onu yenə yiyəcək, dadından doymaq olmur. Bəli, başqa bir aləmdir. Deməli, yaxşı çək, əti çək, yaxından, ayısı. Foxu yaxşı tut, keç arxaya. Bizim üçün buna nə lazımdır bu yeməyi hazırlamaq üçün? Bir çıxan ət. Bəli, bizə işitiz ət. Bu əti almaq üçün dükana getmək lazımdır. Gedib qonşunun qapını döyürsünüz. Qapısını döyürsünüz, qonşu açır qapını deyirsən. Mənə bir çıxan ət verin, kifayət edir.